və maraqlıdır ki, hal-hazırda etirazların bizi maraqlandıran məqamı nədir? Təbii ki, orada cənublu soydaşlarımız var, onların həyatı, taleyi bizə maraqlıdır, bu şübhəsizdir. Amma artıq etiraz Azərbaycanın sərhədinə də gəlib çatıb. Astarada tacirlərin aksiyası da genişlənir, dəyərli izləyicilər. Bu nə deməkdir? Bu, Azərbaycan üçün də artıq yeni bir mərhələ anlamına gəlir. Təbii ki, quru sərhədlər bağlıdır, amma etirazlar sərhədimizə qədər gəlib çatıbsa, bunun pərdə arxası məqamları da olacaq kimi görünür və bundan sonraki gedişat bizim nə etməli olduğumuzla bağlı sualları da təbii ki, aktuallaşdırır, dəyərli izləyici. Bir daha xatırladıram ki, Astarada tacirlərin aksiyası genişlənib. O video görüntülərdə sizinlə bölüşürük. İranda tacirlərin başlatdığı etiraz aksiyaları yeni mərhələyə keçib və Musavat.com xəbər verir ki, son məlumatlara əsasən etiraz dalğası Azərbaycanla sərhəddə yerləşən İranın Astara şəhərinə qədər yayılıb və bildirilir ki, etirazçılar şəhərin mərkəzi küçələrində toplaşaraq ağır iqtisadi vəziyyətə və ticarətlə tətbiq edilən məhdudiyyətlərə öz etirazlarını bildiriblər. Sosial şəbəkələrdə yayılan görüntülərdə gecə saatlarında vəziyyətin daha da gərginləşdiyi, etirazçıların isə aksiyanı davam etdirdiyi görünür. Qeyd olunur ki, son günlər İranın müxtəlif şəhərlərində tacirlərin və bazar nümayəndələrinin etirazları genişlənməkdədir.